2 kosinus kvadrat çıxılsın kosinus x çıx 1 bərabər 0 tənliyinin 0-360 dərəcə aralığındakı həllərinin cəmini tapın. İlk öncə kosinus x-i bir t ilə işarə edək və tənliyimizi həll edək. 2t kvadrat çıxılsın t çıxılsın 1 bərabərdir 0. Buradan diskriminantı tapaq. D bərabərdir -1-in kvadratı üstə gəlinsin 4 vurulsun 2 vurulsun -1. Cavab edir 9. T1 2-ni tapaq. T1 2 bərabərdir. -1-in mənfi işarə ilə götürsək müsbət 1 plus minus 9 kök altında 3 eləyir. Bölünsün 2 vurulsun 2. T1-i tapaq. T1 bərabərdir. 1 plus 3 4 eləyir. 4 bölünsün 4 1-ə bərabərdir. T2-ni tapaq. 1-dən 3-ü çıxsaq -2, -2-ni də 4-ə bölsək -2-də 1. Kosinus x bərabərdir 1. Burada x bərabərdir 0 dərəcə və 360 dərəcə. 2 dənə həlli var. Hər ikisi də aralığa daxildir. Və kosinus x bərabərdir -2-də 1. Burada x bərabər olacaqdır plus minus pi bölünsün 3 və yaxud da belə deyək. Həm kosinusun mənfi olduğu ikinci və üçüncü rüblərdir. İkinci rübdə 90 üstünə biz əgər 30 dərəcə gəlsək, sinus 30-a bərabərdir. Çünki kosinus aldığı 2-də 1 qiymətini sinusda 30 dərəcədə alır və 90 üzərinə gəldikdə biz yəni 90 plus 30 120 dərəcəli bucaqda və bir də 180 üstünə 60 dərəcə gəlsək, bu da 3-cü rübə düşdüyü üçün 180 plus 60 yəni 240 dərəcədə. Burada alınan qiymətlərin hamısını toplayaq. Deməli, hər ikisi, daha doğrusu 2 dənəsi birinci tənlikdən, 2 kök isə ikinci tənlikdən var və bütün cavabları hesablasaq 0 dərəcə, üstə gəlir 360 dərəcə, üstə gəlir 120 dərəcə, üstə gəlinsin 240 dərəcə. Cavab edir 720 dərəcə.